necə qəşəng, necə gözəl, necə mehriban, necə xoşbəxt cavanlardır. Bir tuş əyləşin. Salam əziz izləyicilər. Bugün sizi Azərbaycan televiziyasının ən yadda qalan yeni il tamaşalarından birinin pərdə arxası ilə tanış edəcəyik. Evləri köndələn yar çəkilişlərində baş verən maraqlı hadisələr, aktyorların yaşadığı unudulmaz anlar və illərlə gizli qalan faktlar sizi çox təəccübləndirəcək. Hazırsınızsa, başlayaq. Bəylə gəlinin valideynlərinin sağlığına. Mən bəyin atası haqqında bir-iki kəlmə söz demək istəyirəm. Azərbaycan televiziyasının ən yadda qalan yeni il tamaşalarından biri olan Evləri köndələn yar, illər keçsə də tamaşaçıların sevgisini qazanmağa davam edir. Bu tamaşa təkcə maraqlı süjeti ilə deyil, həm də Karifey sənətkarlarımızın bir araya toplandığı unudulmaz ekran işi kimi yadda qalıb. Hər şey 1981-ci ildə başlayır. Həmin dövrdə Azərbaycan televiziyasının redaktoru olan Həbibə Məmmədxanlı yeni il şənliyi üçün fərqli və maraqlı bir tamaşa hazırlanması ideyasını irəli sürür. Bu təklifdən sonra məşhur yazıcı Anar tamaşanın ssenarisini qələmə alır. Maraqlıdır ki, Anar bu ssenarini həyatının ən ağır günlərində yazıb. O, valideynləri, Rəsul Rıza və Nigar Rəfibəylini itirdiyi dönəmdə yaşadığı ağır stresdən uzaqlaşmaq üçün bu əsər üzərində çalışırdı. O cavanların şadlıq günü olmalı. Belə olmalı. Biz ise bundan istifadə edirik. Özümüzü gösteririk. Var dövlətimizi nümayiş edirik. Eyb olsun. Yavruçuluq. Niye burada iştirak edirik? Özüm de bilmirəm. Neyse. Ölçəli kızıma belə toy eləməyə qoyma. Elə də la. Sağ olun, sağ olun, sağ olun. Tamaşanın rejissorları Ramiz Həsənoğlu və Taryel Vəliyev olub. Musiqilər isə görkəmli bəstəkar Emin Sabitoğlu tərəfindən bəstələnib. Beləliklə, 1982-ci ildə Azərbaycan televiziyasında ilk dəfə yeni il şənliyi məhz Evləri köndələn yar tamaşası ilə qeyd olunur və ekran əsəri qısa zamanda böyük populyarlıq qazanır. Tamaşada Azərbaycanın ən məşhur aktyorları rol alıblar. Əliağa Ağayev, Yaşar Nuri, Səyavuş Aslan, Səməndər Rızayev, Telman Adıgözəlov, Fəxrəddin Manafov, Kübra Əliyeva və Ofeliya Aslan tamaşada yadda qalan obrazlar yaradıblar. Bağışlayın, üzr istəyirəm. Bax, mən yuxarı gedirdim, xanım qız. Eyb etməz. Aşağı düşüb bir də qalxarsınız. Bağışlayın, bu bilirsin, axı bu... Mən birinci mərtəbədə olmalıyam. Ən maraqlı məqamlardan biri isə bacı-qardaş olan Gülşən Qurbanova və Hamlet Qurbanovun tamaşada ər-arvad obrazını canlandırması idi. Darçınbəyim obrazını yaradan Afaq Bəşir qızı çəkilişlər zamanı 4 aylıq hamilə olub. Onun telefonda danışdığı səhnədə adları əvvəlcə A, sonra isə B hərfi ilə sadalaması isə aktrisanın öz tapıntısı idi və sonradan tamaşanın ən maraqlı detalları sırasında yer aldı. Filmdə Surxayzadə obrazını canlandıran Yaşar Nuri saç düzümünü və grimini həmin dövrdə məşhur olan nağara ifaçısı Çingiz Mehdiyevə bənzədib. Hətta deyilənə görə, buna görə Çingiz Mehdiyev Yaşar Nuridən incimişdi. Yəni, yeməklərin naçənliki deməkdir. Bir tamaşa kimi xahiş edirəm ki, qədəhlərinizi və badələrinizi doldurasınız. Xahiş edirəm sizdən. Hazır, hazır. Buyurun. Əziz qohumlar, mehriban dostlar, bugün bizim şadlığa gələn qonaqlar. Bugün xüsusi bir axşamdır. Tamaşanın maraqlı səhnələrindən biri də Fəxrəddin Manafov ilə Firəngiz Mütəllimova arasında çəkilən epizod olub. Rejissor Ramiz Həsənoğlu aktyora Firəngizi qəfil öpməyi tapşırır. Firəngiz Mütəllimova sonradan müsahibələrinin birində bildirib ki, bu səhnə tamamilə gözlənilməz olub və o, hətta həmin anda ağlayıb. Aktrisanın qəfil qucağa alınması da əvvəlcədən planlaşdırılmayıb.
Tamaşanın çəkildiyi məkanlar da bugünə qədər tamaşaçıların marağına səbəb olur. Köndələn binalar ASTV-nin arxasında yerləşirdi. Mərcan obrazının geyindiyi dublonkalar isə tamaşadan sonra Bakıda böyük dəbə çevrilmişdi. Kamilin Reyhanın şəkillərini çəkdiyi məkan indiki Statistika Komitəsinin qarşısı idi. Məşhur lift səhnəsi də həmin binada lentə alınıb. Çox gözəl keçir. Liftimiz saat 12'ye işləyir. Liftimiz. Yox, bütün gecəni və bütün səhəri. Bizdə ancaq saat 12'ye işləyir. Liftçi yenə uduzdu. Tamaşanın ən yadda qalan səhnələrindən biri isə şübhəsiz ki, Yaşar Nurinin rəqs etdiyi epizoddur. Bu səhnə illər keçsə də sosial şəbəkələrdə və televiziya proqramlarında tez-tez paylaşılır. Digər maraqlı hadisə isə Səyavuş Aslanın çəkiliş zamanı qəfil şəkildə Əliyağa Ağayevi tez-tez öpməsi olub. Bu vəziyyət Əliyağa Ağayevi əsəbləşdirsə də, həmin anlar kamera tərəfindən lentə alınır və səhnə tamaşada saxlanılır. İlham Namiq Kamalın canlandırdığı Paşa Paşayeviç obrazına əvvəlcə məşhur aktyor Hacıbaba Bağırov dəvət alıb. Lakin o bu roldan imtina etdikdən sonra obraz İlham Namiq Kamala həvalə olunub. Maşallah! Gün hayallan çıxıb üzüyü təlaşır etdirmisən. Oğlumu sən konfet kimi oğlan. Gel belə eləyək, aparım sənə bir əntiqə yerə. Elə bir kəkkatılı çay içəsən ki, ömrün boyu dadı damağımdan getməsin. Yanında limonu, o gilas, ağ gilas var idi istəyəcək. Sən şaftalı varinəsindən danış, əncir varinəsindən danış, pirojnadan, tortdan, şəkərburadan danış. Yanındadan, Şirvan karyakından danış. Aydan, 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 oy. Tamaşadakı bazar səhnəsi isə Bakıdakı məşhur Pasaj bazarında çəkilib və həmin görüntülər dövrün Bakısını əks etdirən nadir kadrlardan hesab olunur. Aradan tam 28 il keçəndən sonra rejissor Ramiz Həsənoğlu Evləri Köndələn Yar tamaşasının davamını çəkir. Yenə də ssenari müəllifi Anar olur. Yeni ekran işi əvvəlki tamaşadakı hadisələrin davamı kimi təqdim edilir və tamaşaçılar tərəfindən maraqla qarşılanır. Siz də bu cür maraqlı film sirləri, aktyor həyatı və unudulmaz Azərbaycan filmləri haqqında videolar izləmək istəyirsinizsə, kanala abunə olmağı unutmayın.